Air Arabia aviaşirkəti yükdaşıma qaydalarına dəyişiklik edir. Belə ki, 15 yanvardan etibarən təyyarə salonuna aparılacaq çamadan 7 kiloqram olaraq müəyyənləşib. Yəni, siz təyyarə salonuna aparacağınız əl yükü çamadanı 7 kiloqram olacaq maksimum. Bundan əlavə olaraq isə 3 kiloqram çəkidə xanımlar əl çantası və ya laptop, kompüter çantası götürə bilərsiniz. Amma bu maksimum 3 kiloqram ola bilər. 3 kiloqramdan artıq olanda yəqin ki, siz artıq cərimələnəcəksiniz. Bundan əlavə olaraq aviaşirkət value tarifində də dəyişiklik edib. Belə ki, 15 yanvardan etibarən value tarifində olan, deməli, aldığınız bileti qaytara bilərsiniz və daha öncə bunu yalnız voucher şəklində pulu geri almaq olurdusa, indi kartınıza da göndərilə bilər. Qeyd edim ki, Air Arabia aviaşirkəti Bakıdan Birləşmiş Ərəb Əmirliklərinin həm Əbu Dabi, həm də Şarja şəhərlərinə birbaşa uçur və Air Arabia aviaşirkəti ilə siz Asiyanın müxtəlif ölkələrinə, Taylanda, deməli, Şri-Lankaya və digər ölkələrə uça bilərsiniz, hansı ki, istifadəçilər, yəni sərnişinlər bu aviaşirkətin xidmətlərindən geniş istifadə edirlər. Daha maraqlı aviasiya və səyahət məlumatları üçün səhifəmi izləyin, dostlarınızla bölüşün.